Axşamınız xeyir olsun dəyərli izləyicilərimiz. Bildiyiniz kimi bugünlərdə Bakıda növbəti bir beynəlxalq konferans düzənləndi. İpək yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu mövzusunda keçirilən bu beynəlxalq konferansda 20-dən yuxarı ölkə təmsil olundu. Xatırladım ki, konferansın sonunda İpək yolunda dəstək qrupu yekun bəyannamədə qəbul edib. Biz bu konferansın əhəmiyyəti və həmçinin bəyannamədə yer alan nüanslarla bağlı fikir mübadiləsi aparacağıq. Proqramımızın çox dəyərli bir qonağı var, müsahibimiz var. Öncələrdən hər birimizin millət vəkili kimi tanıdığımız, bugün isə Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının baş katibi kimi fəaliyyət göstərən akademik Asəf Hacıyev suallarımızı cavablandıracaq qarşıdakı zaman kəsiyində. Axşamınız xeyir olsun, xoş gəlmişsiniz Asəf müəllim. Xoş gəlmişsiniz. Yəni uzun sürən bir fasilədən sonra sizi təkrar bu studiyada salamlayırıq. Mən istərdim ki, elə söhbətimizə də bugün sizin Bakıda olma səbəbinizin də məqsəd odur ki, həmin tədbirdə iştirak etmək üçün gəlmişsiniz. Qeyd etdiyimiz kimi İpək yolu boyunca iqtisadi əməkdaşlıqda parlament üzvlərinin rolu konferansı. Bu konferansda siz də bilirsiniz təbii ki, müxtəlif ölkələrin çox önəmli simaları iştirak edir. Əslində bu ilə konferansın həm də kifayət qədər ciddi bir əhəmiyyət kəsb etdiyinin göstəricisidir müəyyən mənada. Bu baxımdan mən istərdim konferansa ümumi bir nəzər salaq. Bu konferansın və bu konferansda qəbul olunan bəyannamədə yer alan nüansların əhəmiyyətini necə dəyərləndirmək olar? İlk öncə dəvətiniz üçün çox təşəkkür edirəm. Hər dəfə böyük bir məmnuniyyətlə sizin studiyanıza gəlirəm və bütün əməkdaşlarına uğurlar arzulayıram. Dünən Bakıda işini başlayan, yekunlaşdıran konferans çox önemli bir konferansdır. İlk önce ne için? Çünkü ATƏT kimi təşkilatın parlament asambleyası çerçevesinde. Ne de ATƏT? Avrupa'da əməkdaşlıq təşkilatı, təhlükəsizlik və əməkdaşlıq təşkilatı. Ama orası sadece Avrupa ülkeleri dahil değil. Bu təşkilata 3 qitənin ölkələri daxildir. Mesela bu təşkilatda çox önemli yer Amerika ve Kanada kimi ölkələr alır. Orta Asya'dan demək olar ki bütün ölkələr. Ona göre bu dünyada ben derdim ki en büyük parlament asambleyalarından biridir ve çok yüksek nüfuza malik olan. Ve bunun çerçevesinde, bu təşkilat çerçevesinde belə bir konferansın Azərbaycanda keçirilməsi isə belə çok vacib bir hadisədir. Hem Azərbaycanın siyasi həyatı üçün, ümumiyyətlə bu təşkilat üçün də. Baxın, neçə ölkənin nümayəndəsi dünənləri bu təşkilata qatılmışdı. Digər aspekt ondan ibarətdir ki, mövzu, İpək yolu. Yol haqqında bir neçə söz demək istəyərdim, amma ondan əvvəl istərdim deyəm ki, bu qrupun demək təşkilatçısı, təşəbbüsçüsü Azərbaycan Respublikası Milli Məclisinin deputatı Azay Quliyevdir. Məhz onun təşəbbüsü o təşəbbüs qrupunun ilk iclasında mən də iştirak eləmişdim qonaq kimi. Ona görə hesab edirəm ki, bu təşəbbüsü çox yüksək qiymətləndirmək lazımdır. Digər tərəfdən bu təşəbbüsə baxın, bir neçə ölkə reaksiya verdi. Niyə? Çünki İpək yolu çox önəmli bir qurum adlandırabilsək. Strateji əhəmiyyətlidir. Vaxtilə yol nə üçün? İnsanlar yoldan istifadə edirdi, yüklər daşınırdı. Ama bugün yol daha geniş bir anlayışdır. Mən Heydər Əliyevin bir sözünü yadınıza salmaq istəyirəm. O deyirdi ki, yol inkişafda və firavana aparan bir yoldur. Ona göre bugün yol deyəndə biz sadece yüklərin daşınmasını nəzərdə tutmuruq. Bura yol mədəniyyətlərin qovuşmasıdır. Yol xalqlar arasında olan birliğin möhkəmləndirilməsidir. Ona göre bu baxımdan bax, bu İpək yolu proyekti layihəsi çox önəmlidir. Bizim təşkilat niyə iştirak edirdi yəni? Bir də ki, mən o ilk gündə o panel əsas məruzəçilərdən biriydi. Çünki bilirsiniz, Qaradəniz bölgəsi
məhz nə ilə məşhurdur? Bir çox faktorlar var. Məsələ enerji baxımından burada neft, qaz, böyük yataqlar var bilirsiniz. Buradan Qaradənizdə, Xəzər dənizindən bilirsiniz qaz və neft dünya bazarlarına çatdırılır. Və eyni zamanda Qaradəniz bölgəsi dünyada əsas nəqliyyat arteriyalarının kəsişmə yeridir. Eyni zamanda Avropa ilə Asiya arasında olan bir körpüdür. Baxın, İpək yolu şərqdən qərbə, belə bir Viking yolu var, şimaldan cənuba. Bunlar hamısı kəsişir Qaradəniz bölgəsində. Bu baxımdan bizim təşkilat üçün də bu çox önəmli bir hadisə idi. Və konferans çox yüksək səviyyədə təşkil olunmuşdu. Bu baxımdan da hesab edirəm ki, Milli Məclisin rəhbərliyinə, sədrinə, mavinlərinə böyük təşəkkürümüzü bildirməliyik. Çünki oradan konferans çox yüksək səviyyədə təşkil olunmuşdur və çox önəmli qonaqlar iştirak edirdilər. Ölkələrin spikerləri, xarici işlər nazirləri və dünən konferansın sonunda bir bəyannamə qəbul olundu. Bu bəyannamədə açıq aydın göstərildi ki, artıq dünya qərar verir ki və dünyanın aparıcı ölkələri belə bir qərara gəlirlər ki, bu İpək yolunda həyata keçirilən layihələrə dəstək olmaq lazımdır. Hansı layihələrdən gedir söhbət? Və Azərbaycan burada çox önəmli rol oynuyor. Baxın, enerji layihələrinin bir neçə ay bundan əvvəl Bakı-Tiflis-Kars dəmir yolu başa çatdı. Baxın, bu nə imkan verir? Bu imkan verir ki, Çindən Avropaya yüklərin daşınmasını 35 gündən 10-15 günə yetirmək. Bu da bilirsiniz, böyük vəsaitlərdir. Amma biz yol deyəndə bütün kommunikasiyaları nəzərdə tutmalıyıq. Eyni zamanda mən hesab edirəm ki, mesela 2003-cü ildə başa çatdığım və bugün artıq Azərbaycan neftini dünya bazarlarına çıxardan Bakı, Tiflis, Ceyhan neft xətti, bu da İpək yolunun bir parçasıdır. İndi 2 layihə var. Digər 2 layihə, TAP, bir də TANAP. Trans-Adriatik qaz kəməri, bir də Trans-Anatolian qaz kəməri. Bunlar da bir İpək yolunun bir hissəsi kimi. Və eyni zamanda nəzərdə tutulan layihələr də var. Hansı ki bilirsiniz, Xəzər regionunda ən böyük dəniz limanının tikintisi də gözlənilir. Bu layihələr dünya, Avropa üçün, məsələn, Azərbaycan qazının Avropaya çatdırılması bir növ Avropanın qaz təhlükəsizliyi demək ki, bu layihələr sadəcə Azərbaycana dividend gətirmir əslində. Təbii ki, və ona görə mən hesab edirəm ki, bir Azərbaycanlının və qeyd etdiyim kimi bu təşəbbüslə çıxış eləməsi, bu qrupu yaratması və burada o konferansın keçirilməsi və bir çox ölkənin nümayəndələrinin qatılması onu təsdiq edir ki, bu layihələr Avropa üçün çox önəmlidir və ümumiyyətcə Asiya üçün və Amerika üçün də çox önəmlidir. Məsələn, əlbəttə ki, İpək yolunun önəmli olduğu son 15 ildə, belə deyək də, aktualdır. Digər dövlətlər tərəfindən də hər zaman dəstəklənib, siz qeyd etdiyiniz kimi strateji layihələrin həyata keçirilməsi və bu layihələrdən bütün ölkələrin yararlanması istiqamətində. Amma məhz Azərbaycanlı millət vəkilinin belə bir təkliflə çıxış etməsi və bu təklifin 20-yə yaxın ölkə tərəfindən dəstəklənməsi, 22 ölkənin dəstəkləməsi, yəni hansı zərurətdən irəli gəlir sizcə? Bu qrupun yaradılması. Aydındır. Əsas səbəb ondan ibarətdir ki, bilirsiniz, vaxtı ilə ölkələrin gücü və var dövləti onun təbii sərvətləri ilə ölçülürdü. Bugün dünya tam dəyişibdir. Bəli. Bax, bugün dünyada enerji sektoru 4 trilyon dollar kimi qiymətləndirilir. Elə bir fikir yaranırdı ki, bu ən zəngin, ən varlı bir demək sahədir. Xeyr. Bugün nəqliyyat, kommunikasiya 5,5 trilyonu keçir. Artıq buradan anlamaq mümkündür ki, bəli, nəqliyyat, kommunikasiyalar, məhz İpək yolu dünya üçün çox önəmlidir. Əgər bu enerji sektorundan da daha varlıdırsa, daha deyir 5,5 trilyon qiymətləndirir. Məcə təsəvvür edilir, hansı rəqəmdən gedir söhbət. Ona görə bu baxımdan İpək yolu dünya üçün çox önəmlidir. Baxın, bugün Çin, dünyanın bir neçə aparıcı ölkələri var da, Rusiyadır, Çindir, Amerika Birləşmiş Ştatlarıdır. Çin marağındadır ki, Çindən bu yol qərbə gətirsin. Qərb marağındadır ki, Asiyadan bu yolla müxtəlif yüklər gəlsin, belki dedim, kommunikasiyalar. Ona görə bu dünya üçün çox önəmlidir. Ona görə bütün dünya bax bu İpək yolu
layihələrinə çox belə ciddi yanaşır və ciddi diqqət verir. Və Azərbaycanda onun keçirilməsi hesab edirəm ki, Azərbaycan üçün çox önəmlidir. Biz balaca ölkəyik. Biz anlamalıyıq bizim dünyada yerimiz hardadır, kimi. Amma baxın, biz balaca ölkələrik. Amma böyük layihələr burada həyata keçdi. Və dedim, Bakı, Tiflis, Ceyhan bağışlıq işləyir. İndi Bakı, Tiflis, Kars, bu da başa çatdı. İndi Xəzər qazının Avropa bazarlarına gətirilməsi, TANAP və qarşıda digər layihələr var. Ona görə Azərbaycan balaca ölkə olmağına baxmayaraq sayca bu bölgədə çox önəmli bir rol oynayır. Baxın, Azərbaycan təxminən Cənubi Qafqazın 75-80% büdcəsini verir. Və eyni zamanda baxın, Azərbaycan bir də bayaq qeyd etdim ki, kiçik bir dövlətdir. Baxın, ATƏT-in Parlament Assambleyasında vitse-prezident Azərbaycanlıdır. Avropa Şurasının Parlament Assambleyasında vitse-prezident Azərbaycandır. ATƏT-də Azay Quliyevdir, Avropa Şurası Parlament Assambleyasında Səməd Seyidovdur. Quamın baş katibi Azərbaycanlıdır, Altay Efendiyevdir. Qaradənizdə... İqtisadi Əməkdaşlıq Təşkilatında siz baş katibi. Artıq baxın, balaca ölkə 10 milyona yaxın əhalisi olan belə önəmli vəzifələr tutur. Bu nə deməkdir? Bu deməkdir ki, Azərbaycanda həm iqtisadiyyat inkişaf edir. Siyasi baxımdan gündən günə Azərbaycan çevrilir bir önəmli bir... Və dünyəvi siyasətdə Azərbaycanın rolu aktivləşir. Əlbəttə, xüsusən Avropada, bu da yəqin ki, bizim xalqın mədəniyyətindən gəlir. Çünki məndən soruşanda ki, siz Avropalısınız, yoxsa Asiyalısınız. Avropada mənim cavabım olur ki, biz Avropalıyıq, amma Asiya elementlərindən. Asiyada soruşanda deyirəm ki, biz Asiyalıyıq, amma Avropa elementlərindən. Amma əslində biz həm Avropanın gözəl dəyərlərini, həm Asiyanın gözəl dəyərlərini əks etdirmişik. Və bax, bu toplantının bir də önəmi ondan ibarətdir ki, müxtəlif ölkələrin nümayəndələri gəldilər Azərbaycana. Öz ölkələrinin mədəniyyətlərinin elementlərini gətirdilər. Və buradan gedərkən Azərbaycanın o əvəzsiz, tolerant mədəni dəyərlərini öz ölkələrinə aparıb dünyaya yayacaqlar. Bax, bir tərəfdən də belə bir demək, konferansların əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan mədəniyyəti dünyaya yayılır. Bir daha təqdim olunur, təbii ki. Və digər bir məsələyə sizin münasibətinizi soruşacağım. Təbii ki, biz iqtisadiyyatdan danışdıq, iqtisadi əlaqələrin inkişafı və həmçinin qeyd olunmasa da bəllidir ki, bütün siyasi proseslərin arxasında dayanan iqtisadi islahatlardır, iqtisadi əməkdaşlığı əlbəttə ki, bu baxımdan siyasi aspektdən də aydındır. Mən digər bir məqama diqqətinizi çəkmək istəyirəm. Bu kimi layihələrlə, məsələn, İpək yolunun şərqlə qərb arasındakı iqtisadi əməkdaşlığı gücləndirməklə yanaşı, humanitar aspektdə hansı töhfələr vəd edir? Bilirsiniz, ümumiyyətlə iqtisadiyyat inkişaf edəndə humanitar aspektlər də inkişaf edir. Bu çox təbiidir. Əgər iqtisadiyyat inkişaf etməsə, heç bir humanitar inkişafdan söhbət gedə bilməz. Ümumiyyətlə, bu anlayışlar bir-birinə o qədər bağlıdırlar ki, hətta bu günlər deyilir, bu iqtisadi təşkilatdır. Mən inanmıram ki, dünyada sırf iqtisadi təşkilat olsun. Çünki siyasət olmasa iqtisadiyyat yoxdur. Baxın, bax, qeyd elədiyim layihələr, Bakı, Tiflis, Ceyhan, TANAP, ilk öncə bunları həyata keçirmək üçün siyasi qərar qəbul oldu. Ölkə başçıları yığılışır, bir siyasi qərar qəbul edir. Bu siyasi qərar olduqdan sonra böyük maliyyə şirkətləri, Dünya Bankidir, Beynəlxalq Maliyyə Mərkəzidir, onlar dəstək verirlər. Bu iqtisadi qərar, belə siyasi qərar olmasa onlar o dəstəyi vermirlər. Ona görə bax, bu baxımdan Azərbaycanda belə bir layihələrin həyata keçməsi Azərbaycanda baş verən siyasi proseslərə də bir qiymətdir. Baxın, əgər bir çox qonaq dünən o konferansa qatıldısa, bu nə deməkdir? Bu deməkdir ki, Azərbaycanda baş verən siyasi prosesləri bunlar bəyənirlər, qəbul edirlər. Bu baxımdan da bu konferansın
əhəmiyyəti çox böyükdür. Və əlbəttə ki, bizim müsahibələrdə sözsüz ki, bu qədər dünyəvi siyasətə təsir edən layihələrdən, əməkdaşlıqdan danışarkən Dağlıq Qarabağ münaqişəsinə toxunmamız mümkün deyil. Nədən mən bunu xatırladıram? Həm də bilirsiniz ki, bax, çıxışlarda natiqlərin vurğuladığı məqamlardan biri də ümumiyyətlə mədəni əlaqələrin inkişafı və həmçinin mədəni müxtəlifliyin inkişafının irəli sürürlər. Və bilirsiniz siz də gözəl, Azərbaycanın mədəni abidələrin işğal altında olması, təcavüzlərə məruz qalması da bu günləri, belə deyək də, faktdır, təəssüf ki, reallıqdır. Və bugün sivil əməkdaşlıqdan danışılırsa və dünya siyasətində, belə deyək də, öz siması olan şəxslərin, önəmli simaların gəlib Azərbaycanda düzələnən bir konferansda bu sivil əməkdaşlığı gündəmə gətirirlərsə, o zaman artıq bəllidir sualım yəqin ki. Bəli. Bilirsiniz. Mən başa düşdüm sizin sualınızı. Bilirsiniz, sivil əməkdaşlıq o zaman mümkündür ki, məncə, o zaman ikili standartlı yanaşmalar olmur. Sivil əməkdaşlıq o zaman mümkündür ki, haqq ədalət bərpa olur. Torpaqların işğala məruz qalmasına göz yumulmur. Bir məsələ də var ki, əgər bir toplantı olursa, bir çox ölkələrin nümayəndələri bura gəlirsə, artıq bu ölkələr anlayırlar ki, gələcək işğalın deyil. İşğal qarşı durma dünya heç bir müsbət tövsiyə verməyib. Onun üçün əgər bəzi ölkələrdə işğalçı siyasətini davam etdirirlərsə, baxın, misal götürəm Azərbaycan və Ermənistan. Azərbaycan artıq kosmosa uçur. Bu yaxınlarda 3-cü peykini göndərəcək, amma qonşu ölkə ancaq işğalla məşğul olur və bir çox beynəlxalq təşkilatlarda artıq belə qərarlar qəbul olunur. 20-ci əsrin və 21-ci əsrin ən önəmli və əsas prinsiplərindən biri ölkələrin ərazi bütövlüyüdür. Bizim təşkilat, biz sırf iqtisadi təşkilatıq da, belə baxımdan. Düzdür, millət vəkilləri eyni zamanda siyasətçidirlər. Ümumiyyətcə bizim təşkilatda mən uzun zaman Azərbaycan nümayəndə heyətinin başçısı oldum orada. Mən xatırlamıram ki, belə biz bu ərazi bütövlüyü ilə bağlı bir qərar qəbul edik. Amma bir il bundan qabaq demək, Türkiyədə keçirilən baş assambleyada bir deklarasiya qəbul olundu. Bu deklarasiyada açıq, aydın yazıldı ki, bölgədə müxtəlif münaqişələr var və bu münaqişələr ölkələrin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Ermənilər buna çox etiraz elədilər, amma bütün ölkələr Ermənistan başqa bunu dəstəklədilər. Bundan bir il sonra, yarım il sonra, özür istəyirəm, keçən ilin dekabr ayında Kiyevdə bizim 50-ci baş assambleyamız öz işinə başladı və bu 50-ci baş assambleyada biz bu illəri təşkilatın 25 illiyini qeyd edirik. Bu 25 illiyinə həsr olunmuş bir deklarasiya qəbul olundu. Bu çox ciddi bir sənəddir. Çünki artıq bu 25 ildə bu təşkilat hansı yolu keçdi və hansı qərara gəldi. Və bu demək, deklarasiyada çox belə açıq, aydın yazıldı ki, bölgədə olan münaqişələr ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır və beynəlxalq təşkilatlar tərəfindən Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurasının Parlament Assambleyası, Avropa Parlamenti işğal olunmuş kimi tanınan torpaqlar şərtsiz azad olunmalıdır. Bu böyük bir orada qarşı durmaya səbəb oldu. Ermənistan nümayəndə heyəti iclası tərk etdi. Düzdür, bir müddətdən sonra təkrar döndülər. Ki, bəs necə olur, belə qərar qəbul olunur. Bu artıq, bilirsiniz, bütün ölkələrin qərarı idi. Bu bir Azərbaycanın təklifi deyildi. Bu, demək, iclasda iştirak edən bütün ölkələr bu qərarı dəstəklədi. Bu nə deməkdir? Artıq sadəcə dövlətlər ərazi bütövlüyü haqqında düşünmürlər. Artıq bütün dövlətlər işğala qarşıdırlar. Çünki bugün hamı öz iqtisadi inkişafını düşünür. Və hər kəs başa düşür ki, işğal varsa heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz. Ona görə bu baxımdan hesab edirəm ki, Azərbaycan nümayəndələri və Azərbaycan millət vəkilləri və beynəlxalq qurumda təmsil olunan Azərbaycan vətəndaşları bu istiqamətdə çox ciddi çalışırlar. Belə qərarların qəbul olunması onların işlərinin nəticəsidir. Avropa Şurasında da müxtəlif qərarlar
Azərbaycanı dəstəkləyən qərarlar qəbul olunub və dünənki konfransda bir də təsdiq elədi ki, Azərbaycanın siyasəti dünya tərəfindən bəyənilir və baxın 22 ölkənin təmsil etdiyi təşkilatda böyük bir 22 deyil, 22 ölkə qatılmışdı dünənki toplantıya. Bu artıq nə deməkdir? Bu artıq deməkdir ki, Azərbaycan ərazi bütövlüyü də tanınır. İşğal olmuş torpaqlar azad olunmalıdır, bunu hamı başa düşür. Amma bu demək deyil ki, biz bütün konferanslarda, iclaslarda belə qərarlar qəbul olmalıdır. Əsas sənədlərdə bunlar öz əksini tapmalıdır. Bəyannamə, deklarasiya. Çünki bilirsiniz, bu sənədlər demək bir yekun kimi qəbul olunur. Təşkilatın deyəlim sondan 25 ildə, 5 ildə, 10 ildə bu yekun sənəddə bu öz əksini tapanda bu demək deyil ki, deməkdir ki, artıq dünya hər şeyi anlayır. Aydındır. Asif müəllim, proqramımıza ayrılan vaxt bitir, amma mən son olaraq çox lakanik bir sual da cavab istəyəcəm sizdən. Bəlkə əlavə sözünüz də ola bilər. Fəaliyyət göstərdiyiniz bir təşkilatla bağlı. Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatında son 2 ildir, səhv eləmirəmsə, siz təmsil olunursunuz. Baş katib 3 il Azərbaycan baş katib simasına təmsil olunur. Bax, bu illər ərzində ölkəmiz və bu beynəlxalq təşkilat arasındakı əlaqələrdə hansı yeniliklər özünü göstərməkdədir? Lakanik biraz. Təşkilat kimi çox lakanik deyim, biz bir çox təşkilatlarda xüsusi statusa malik oldu. Xüsusən qeyd eləmək istəyirəm ki, bu belə bir təşkilat var. Dünyanın demək parlament IPU, International Parliamentary Union. Bu dünyada bütün dünya parlamentlərini birləşdirən bir təşkilatdır. Və orada artıq bizim təşkilat, biz dünyada 4-cü təşkilat kimi və Avropada 3-cü təşkilatdır ki, o associated üzvü var. O üzvülüyə aldıq, o statusa malik olur. Bu demək ki, təşkilata artıq hörmətlə yanaşırlar. Və o söylədiyim 2 qərar, 2 deklarasiyada əvvəlcə sadəcə ərazi bütövlüyü, ondan sonra ərazi bütövlüyü və işğal olunmuş torpaqlar azad olunmalıdır. Bu da öz əksini tapdı. Mən hesab edirəm ki, bu baxımdan Azərbaycan nümayəndə heyəti çox kiçik olsa da orada cəmi 500'ü var, çünki ölkələr var 900'ü, 1200'ü. Amma Azərbaycanın sözünə demək qulaq asırlar və sonuçta bir məsələyə toxunmaq istəyirəm. Və mən dedim ki, biz Azərbaycanla çox aktivik. Sadəcə yadıma bilirsiniz, demək dünyada ilk müsəlman alimi Nobel mükafatına layiq görülən Pakistanlı fizik olub Əbdüssalam və onun o Stockholm'da çıxışında belə bir fikir səslənib. O fikir burada səsləndirmək istəyirəm. Onun çıxışının adı Quran və elm idi. Və o çıxışında belə bir cümlə işlədir ki, dünyanın ən elmi kitablarından biri Qurandır. Amma Quranda təsvir olunan həyat və müsəlman ölkələrində olan həyat arasında bir boşluq var. Və dünyaya gələn hər bir müsəlmanın müqəddəs borcu bu boşluğu doldurmaqdır. Və bu boşluğu dolduranlar dünyanın ən yüksək mükafatlarına layiq görüldü. Yəqin özü nəzərdə tutulur. Amma mən bunu nə üçün deyirəm? Baxın, bayaq qeyd elədim ki, biz Azərbaycan nümayəndə heyətlər, müxtəlif təşkilatlarda, baxın, 2 təşkilatlarda vitse-prezidentlər və artıq onlar müqəddəs borclarını hesab edən ki, bu hər bir Azərbaycanın müqəddəs borcudur. Əlindən gələn etsin ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun, işğal olunmuş torpaqlar geri qaytarılsın və onda Azərbaycan hesab edirəm ki, regionun ən önəmli və ən inkişaf etmiş ölkəsi olacaq. Aydındır. Yəni, hər bir Azərbaycan vətəndaşı tutduğu mövqedən asılı olmayaraq üzərinə düşən məsuliyyəti şərəflə yerinə yetirməlidir. Təşəkkür edirəm sizə. Çox sağ olun ki, vaxt ayırdınız, gəldiniz, suallarımızı ətraflı cavablandırdınız. Minnətdaram. Bir daha tamaşaçılarımızın diqqətinə çatdırmaq istəyirəm ki, bugün səhərdən sonra proqramının suallarını Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı